Cari təsərrüfat ilində Şərur rayonunda 95,5 hektar sahədə bostan, 978,8 hektar sahədə isə tərəvəz məhsulları əkilib. Ötən il isə bu sahələrdən 892 ton bostan və 18.594 ton tərəvəz məhsulu əldə olunub. Hər hektardan orta hesabla 124,4 sentner bostan, 182,7 sentner tərəvəz məhsulu götürülüb. Rayonun Xələc kəndi bostan və tərəvəzçiliyi üzrə aparıcı kəndlərdən biridir. Hazırda kənddə bostan və tərəvəz sahələrində məhsul yığımı davam edir. Kəndin təcrübəli təsərrüfatçılarından biri olan Camaləddin Məmmədov da cari ildə 5 hektara yaxın bostan və tərəvəz məhsulları becərib. 30 ildən artıqdır bu işlə məşğulam. Çeşitli məhsulları əkilir. Bugünkü günə əkdiyimiz məhsulların 1 hektar bostandır, 1 hektar pomidordur, bibardır, qarabadımcandır, çeşitli məhsullar əkilir. Bugünkü günümüzdə tam məhsullarımız hazırdır, satışa çıxartmışıq. 12 nəfər nağdı işçimiz var. Fermerin sözlərinə görə bol məhsulun əsas səbəblərindən biri su təminatıdır. Agrotexniki qaydalara düzgün əməl olunması ilə yanaşı, suvarma suyunun fasiləsiz olması sahələrdə məhsuldarlığın yüksəlməsinə imkan yaradır. Su təminatı yüksək səviyyədə, onun nəticəsi kimi bol məhsul əldə eləmişik. Satdığımız yerlər Şərur rayon bazarıdır, Naxçıvan Respublikasının bir neçə bazarlarında, yarmarkada satılır, göndərilir ora. Bugün tam bizi qane eləyir satışlar. Muxtar Respublika bazarlarının bostan və tərəvəz məhsulları ilə təminatında Xələc kəndinin xüsusi payı var. Buradan hər gün 30-40 ton pomidor yığılaraq Şərur bazarı ilə yanaşı Muxtar Respublikanın digər bazar və yarmarkalarına göndərilir. Fermerlər məhsul yığımını yaxın həftələrdə də davam etdirməyi planlaşdırırlar. Heydər Məmmədov, Tərlan İbrahimova, Rahib Babayev, NTV Xəbər.